İmam Əskəri əleyhissalam buyurmuşdur: Kim cümə günü 4 rəkət namaz qılaraq, ər rəkətdə həmd, təbərək və hamim səcdə surələrini oxusa, Allah Teala onu cənnətə daxil edər. Əhl-i beyti barəsində şəfaətini qəbul edər və onu qəbr sıxıntısından və qiyamət qorxusundan qoruyar. Ravi o həzrətdən soruşdu: Bu namazı günün hansı vaxtında qılmaq lazımdır? Buyurdu: Gün çıxandan gün ortaya qədər.